Sabahınız xeyirli olsun. Şükür Tanrıya. Bəli, şükür Rəbbə. Amin. Lütfən yanınızdakı insana tərəf dönün və deyin, şükür Rəbbə. Sadəcə dikəldin bir-birinizi. Rəbbə həmd olsun. Bəli, Rəbbə həmd olsun. Allaha həmd olsun. Beləliklə, hardasa 1-2 dəqiqə ərzində sizinlə Yaradılış kitabı 15-ci fəsildən bir prinsiplə bölüşmək istəyirəm. Bildiyiniz kimi biz Vəhiy kitabı üzərindən bəzilərimizi edirik və bu kitabın kilsələrlə bağlı hissəsindəyik. 7 kilsə bölməsindəyik. Və prinsip burada belədir. Yaradılış 15-ci fəsil 16-cı bənd, əslində 18-ci bəndə də baxa bilərik. Yaradılış kitabı 15-18 və deyilir ki, yeri gəlmişkən, kimsə məndən soruşmuşdu ki, vəd olunmuş torpaq ki, Fələstinlər İsraildən əvvəl orada deyildimi? Mən dedim, bəli, bu doğrudur. Amma Fələstinlər orada olmamışdan əvvəl, Yahudilər artıq oradaydılar 2000 il ərzində və bu torpaq vəd olunmuş torpaq adlanır. Amma Məsih İsrail xalqı tərəfindən rədd ediləndə Yahudi xalqının üzərinə hökm gəldi və Allah onları oradan uzaqlaşdırdı. Levlər kitabı deyir ki, 18-ci deməli fəsildə ki, Tanrı onları qusaraq ağzından çıxartdı. Buna sonra baxaraq, daha sonra 1948-ci ildə Yahudi xalqı geri qayıtdılar və bir millət kimi quruldular. Beləliklə, bu torpaqla bağlı 4000 illik tarix çox maraqlıdır. İndi isə Yaradılış kitabı 15-ci fəslin 18-ci bəndinə baxaq. Burada deyilir ki, həmin gün Rəbb İbramla əhd bağladı. Əslində İbram birinci Yahudidir, ilk Yahudidir. Yaradılış kitabı 12-ci fəsildə Kaldiyanın Ur şəhərindən Tanrı onu çağırdı. O torpağa ki, İbram bilmirdi nə torpaqdır, hara Tanrı onu çağırır. Bəli, 18-ci bəndə baxaq, bəndin ikinci hissəsindən deyilir ki, sənin nəslinə bu torpağı Misir çayından böyük çaya, Fərat çayına qədər verdim. Deməli, daha sonra xalqların adları burada sadalanır. Kenlilər, Kenizlilər, Kadmonlular, Xetlilər, Perizlilər, Amorilər, Kənanlılar, Girqaşlılar və Yebuslular. Bütün bu fərqli xalqlar oradadılar, həmin o torpaqdadılar o vaxt üçün. Amma Allah dedi ki, mən sizə bu torpağı verəcəm. Lakin Yahudi xalqı bu torpağı dərhal almayacaqlar. Ta Amorilərin qanunsuzluğu, yəni günahı hələ tam dolmayınca. Və üzr istəyirəm, buradakı bu mətndə mən sizə 18-ci bənd dedim. Əslində 13-cü bənddən baxaq. Yaradılış 15-13. Rəbb İbrama dedi, yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara 400 il zülm ediləcək. Ancaq onların köləlik edəcəkləri xalqı özüm cəzalandıracaqam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra öləcəksən. Sənin 4-cü nəslin buraya qayıdacaq. Çünki Emorluların günah kasası hələ dolmayıb. Üzr istəyirəm, mən səhv bənddən oxudum əvvəl, amma gəlin təzədən başlayaq, hə? 15-ci fəsil, Yaradılış kitabında 16-cı bənd bizim əsas bəndimizdir. İcazə verin, izah eləyim. İbrahimə torpaq vəd olunur Allah tərəfindən. Amma İbrahim o torpağı dərhal əldə etməyəcək. Niyə?
Çünki İbrahim bu torpağı alacaq, amma zaman tələb edir. 400 il sonra bu baş verəcək. Niyə indi yox? Çünki İbrahimin ailəsi hələ çox kiçikdir. Hərfi mənada, yəni hələ oğlu belə yoxdur. Özüdür bir də arvadı. Sonra isə İbrahim, sonra İshak doğulacaq, sonra Yaqub və Yaqubun 12 oğlu olacaq. 70 nəfər külfət başqa bir ölkəyə gedəcək. Hara gedəcəklər? Onlar Misirə gedəcəklər. Yusif Misirdə olacaq. Onlar neçə il orada olacaqlar Misirdə? 400 il qalacaqlar orada. Və 400 ildən sonra nə baş verəcək? Musa İsrail xalqını oradan çıxarıb vəd olmuş torpağa aparacaq. Amma burada maraqlı bir məqam var. 16-cı bənddə. Deyilir ki, Emorluların ya Amorilərin günahı, ya günah kasası hələ dolmayıb deyilir burada. Emorluların günah kasası hələ dolmayıb. Və xalqlar ki, vəd olmuş torpaqda məskunlaşmışlar o vaxtda, onlara vaxt verilib. Onlara 400 il vaxt verilmişdir. Xüsusilə də Emorlular burada qeyd olunur. 400 il keçəndən sonra nə baş verəcək? Yahudilər gəlib bu torpağı əldə edəcək. Və nəyə görə bu indi baş vermir? Deyilir ki, çünki Emorluların günah kasası hələ dolu deyil. Düşünün bir kasanı. Deyək, su var kasada və damcı, deməli, kasa su ilə dolur. Deməli, Emorluların günahı, yəni günah kasası hələ dolmayıb. Dolanda Allah deyir ki, mən sizi, Yahudi xalqını, gətirəcəyəm bu vəd olmuş torpağa, onları isə çıxaracaq buradan. Bu niyə vacibdir? Çünki burada bir neçə prinsip var. Burada Allahın səbri prinsipi var, ondan sonra Allahın planı prinsipi var və bizim tərəfdən isə iman prinsipi var. Biz həmişə hadisələrin hara getdiyini görmürük. Amma Tanrı iş başındadır, o ədalətlidir və o öz planını həyata keçirir. Allah İbrahimə deyir, sən bax, belə olacaq, sən bunu görməyəcəksən, vəd olmuş torpağa xalqın girəcəyini görməyəcəksən, sən öləcəksən, amma sənin nəslin başqa bir ölkəyə gedəcək və 400 il keçəndən sonra geri qayıdacaq və bu torpağı alacaq. Və bütün bu fərqli xalqlar ki, o torpaqda idilər, onlar çıxarılacaq o torpaqdan. Tanrı, mən bunu edəcəm. Amma Allah deyir, mən bunu sənin istədiyin kimi yox, öz vaxtımda, öz yolumla edəcəyəm. Çünki Emorluların günah kasası hələ dolmayıb. Biz ölkəmiz barədə də bu cür düşünə bilərik. Ölkəmizdə günah, qanunsuzluq varmı? Və bu günah kasası dolubmu? Və dolanda görəsə nə baş verəcək? Eyni şey Yahudi xalqı üçün də baş verdi. Yahudi xalqının günah kasası dolanda, onlar torpaqda məskunlaşdılar, onların padşahlığı orada bərqərar olundu. Davud və Süleyman dövründə onlar padşahlıq etdilər və zamanla günah artdı və müəyyən bir həddə çatanda Allah onları 200 il torpaqdan uzaqlaşdırdı. Ağzından bir növ qusaraq onları qaytardı. Sonra isə onlar geri qayıtdılar və indi Yahudi xalqı oradadılar vəd olmuş torpaqda. Və biz Məsihin gəlişini gözləyirik. Onlar da, Yahudi xalqı da Məsihin gəlməsini gözləyirlər. Amma Məsihin kim olduğu barədə fərqli baxışlarımız var. Bu giriş idi və bugün biz Vəhiy kitabı üzərində öyrənəcəyimiz mövzu ilə əlaqəlidir dediyimiz sözlər. Amin. Ümid edirəm ki, bu söz ruhlandırıcı idi. Necə idisə, elə oca idi. Rəbb, səndən xahiş edirik duada ki, bunu öz adın üçün, öz izzətin üçün istifadə et. Amin.